Slave of Cats. Necəsən? Yatırdın. Ey ay baba, ey. Bu sənin də yatmağın olmuyor. Nə var arkadaşlar? Nətər oldu? Nətər dincəldiniz? Neynədiniz? Nə iş gördünüz? Belə yaxşı dincəldik, vaxt nə tərcih etdi bilmədik. Ha, görsən, dinlənəmədik. Heç nə arkadaşlar. Vaxt gələcək o qədər dincələcəksiniz ki, sümükləriniz tapılana qədər. Ona görə də indidən çalışın. Dincəlmək vaxtınız da hələ var. Nə qədər gec olsa dincəlmək vaxtınız. Elə mən indi 22 ildir dincəlirəm. Hə, heç nə bala, heç nə. Onda səndə inansa fəaliyyət vaxtı başlayacaq, ay su. Hə, arkadaşlar, deməli kim çatışmır, kim çatışmır, Müjgan xanım çatışmır. Görək nə olub, hara ilişib. Ona qədər biz neyniyək? Testləri açaq, baxaq ki, nəyimiz var idi, nəyimiz yox idi. Məleykə xalanın qənimləri. Word, biri bu, biri də o birisi zolaqsız. Əla, əla. İndi başlaya bilərik. Müjgan xanım da gəlib çıxar. Ekranı paylaşıram, suallarınızı verin, suallarınızı cavablandıraq. Ha, Müjgan xanım da gəldi, çıxdı gördüyünüz kimi. Suallarınızı cavablandırandan sonra da başlayarıq Word-ü şərh eləməyə. Ha, bu arada mənim nəyə ehtiyacım yoxdur? Digitizer ehtiyacım yox bu hazırda. Neyim onu götürüm, qoyum bir kənara. Bir kənara. Biraz daha yaxın oturaq. Hə. Hə arkadaşlar, suallarınızı deyin görək nə var, nə yox. Uhu, 14. 14. 14-də bizə nə deyir? Deyir, verilmiş mətndə hər hansı sözü tapıb başqa sözlə əvəz etmək. Arkadaşım, home-da find and replace-dən istifadə edirik. Find, tap və əvəz et. Find and replace. Bu Home 25 idi tabında yoxsa edit 28? include. Nədir? 25 idi yoxsa 28-dik? 25 dənə. Bu şeydir, 28-likdir çox güman ki. Başı zolaqlıdır. Bir səhv idi məndə. Bir, Bax, Word proqramı yüklənmə yolu hansıdır? Sən Start, Word. D variantı. Startı bassan, buradan da Word-u bassan, qurtardı, getdi. bu yazmışdım. Ay bala, Windows Accessories nədir? Ümumiyyətlə, Office proqramı heç vaxt Windows-un standart proqramları qovluğunda olmayıbdır. 27. 13. Orada baxalım. Neçə? 4. 4 deyənimiz var. Aşağıdakı tablardan hansılar əsas tablardır? Arkadaşlar, blog post əsas tabdır. Outlining əsas tabdır. Format context tabdır arkadaşlar. Burada indi layout. Bu uje köhnə sualdır arkadaşım. Niyə? Bax, burada page layout yazıbdır. 2019-da page layout yoxdur. Bu 2019-un sualı deyil. Bu 2010-un sualıdır. Design yazıbdır. 2010-da format, layout, design bu üçü də nə idi? Context tabı idi. İndi isə format təbii ki, yenə də context tabdır, amma layoutla design əsas tablardılar. Page layoutda ümumiyyətlə yoxdur. Yəni olmalı idi 1, 2, 4, 5, 6. 1, 2, 4, 5, 6-da yoxdur. Çünki köhnə sualdır. Köhnə sualda da cavab nə olmalıdır? 1, 2, 5 və 7 olmalıdır. Çünki format, layout, design onlar kontekst tabı idi 2010-da. Yəni bu sizin səhviniz deyil. Sual səhvdir. Mən də gözdən qaçırmışam, düzəliş eləməmişəm ki, 2019-a uyğunlaşsın. Davam edək. 7. 7. Aşağıdakı şəkildə select all text with similar formatting. Ay Yusuf. Sən keçən dərsə qoşulmuşdun.
A yazmışdım. Sonradan gördüm B'di. Yox. Bu məndən soruşursan. Sən görmədin. Keçən dəfə mən dedim ki, burada select all text with similar formatting kursorun dayandığı yerə uyğun gələn bütün ərazini nə edir? Seçir. Çox manyak uşaqsan. Neçə Özüm vaxt elədim Word-də. Prosta yazı deyə hamısı seçildi. Elə bildim hamısını seçildi. Bütün da yazıları. onda select all text with similar formatting. Onu düşünməyin ki, bu ikisi niyə eyni şey olsun ki? Birazcık da IQ-nu işlədərdin də bala. Davam edirik. 13. 13. Aşağıdakı fraqmenti açmaq üçün istifadə edilən əmr harada yerləşir? Arkadaşlar, navigation sahəsi iki cür açıla bilər. Bir, home lentində find əmri ilə, bir də ki, görünüş lentində view-da navigation pane ilə. Yəni 1 ilə 4-dən açılır. Bəli. Sonra 25. 25. Bəli. Diğer düymələri hansı funksiyanı yerinə yetirir? Arkadaşlar bu şriftin ölçüsünü böyüdür addım-addım. Bu birisi də kiçildir. Şriftin ölçüsünü böyüdür, kiçildir. C variantı. Hə, 27. 27. Ay bala. 38 səhifəlik cari. Bax, keçən dəfə mən dərsi izah eləyəndə buradaydınız. Mən nə dedim orada? Deyirəm orada məsələn yazırsan 5, ta ki 5-ci səhifəyə keçir. Yazırsan plus 5 nə edir? Cari səhifənin üstünə 5 səhifə gəlib, məsələn, ikinci səhifədəsənsə səni 7-yə keçirdəcək. Bunlar axı mən sizə danışdım, nəql elədim. İndi deyir ki, burada minus 15 yazanda 5-ci səhifəyə keçir. Neçədən 15 çıxanda 5 alınır, ay bala? 20-dən. Keçək o birisi tayına, yəqin ki. Burada hansı? 2. Kontekst tablar. Bax, köhnə adından desəm formatdır. Dizayndır, bir də layoutdur. 3, 4, 6. Bunlar nədir? Düzdür. 4 ilə 6 həm də əsas tabdır, amma həm əsas tabdır, həm də ki, nədir? Kontekst tabdır. Bu da sual köhnə sualdır. Çünki niyə? Burada page layoutu görürsünüzsə də, burada 2019 yazılmağına fikir verməyin. Bu 2010-un sualıdır. Çünki page layout 2019-da yoxdur Word-də. Word-də 2010-da var. Oradakı format, layout bir də dizayn edir. Deyib yox, bu sualdan problem yoxdur. Sual köhnəlibdir. Sonra 6. 11. pop əməliyyatından sonra paste neçə dəfə eləyir Yusuf? Dedi axı mübadilə Mübadilə buferindən bölməsini silinənə təbii. qədər istədiyin qədər eləyə bilərsən. Yəqin səhv kodlaşdırmışım. 11-də deyir ki, sənəd seçildikdən sonra HomeLand-in bullet əmri icra edilib. Bu əməliyyatdan sonra aşağıdakı kimi bir pəncərə açılıb. Bu pəncərədəki hansı işarəli hər hansı bir işarəli düymə kliklənərsə sənəddə hansı dəyişiklik olacaq? Arkadaşlar, bullet library nədir? Deməli, markerlər nə deyək? Kitabxanası. Yəni bu abzasın qarşısına marker qoymaqdan ötürü istifadə olunur da. Markeri siyahı düzəltmək üçündür. 7. Müsalə xanım, bu testdən çox mənim belə deyim də izah elədiyim başqa test olmayıb. Ya kompüteriniz varmı sizin? İşlətmirəm, xeyr. Niyə işlətmirsən? Ümumiyyətcə yoxdur yəni. Hə, ümumiyyətcə yoxdur. Çox kötü oldu. Arkadaşım, ya məsələ burasında dedi ikinci abzası seçsin. İkinci abzası seçdim. Ctrl C. Ctrl C nə edir ayrı salə? Ctrl C kombinasiyası nə iş görür? Kopyalayır. Ay sağ ol. Kopyalayır. İndi gətirdim bunu üçüncü abzasının qabağına. Kursoru yerləşdirdim. Ctrl V nə iş görür? Ha?
Ctrl V nə üçün istifadə olunurdu? Bilmiyorum. Bax, görsən, bunları öyrənməmiş. Bax, bunlar axı Windows əməliyyat sistemində olan kombinasiyalarla eyni kombinasiyalar. Yəni qlobal kombinasiyadır. Hansı proqrama girirsənsə gir, Ctrl+C kopyalayır, Ctrl+V-də qoyur. Yəni deyim ki, hər proqramda ayrıdır? Xeyr. Bunlar bütün proqramlar üçün ümumidir. Bəs Windows əməliyyat sistemini biz təzə bitirmişik. Orada da bu kombinasiyalar var idi. Bunları niyə yadda saxlamırsınız? Ctrl+C kopyalayır, Ctrl+V-də qoyur. Ya ikinci bir tərəf, kompüter yoxdur, tutaq ki. Həmçinin də belə deyim də, kombinasiyaları bilmirəm. Girirəm, tutaq ki, dərslikdə də axtarma hövsələm çatmır. Açırsan ChatGPT-ni, deyirsən ki, Ctrl+V nə iş görür? Sana deyəcək ki, buferdə olanı, panoda olanı yerləşdirəcəkdir lazım olan yerə. Budur. Deməli, ikinci abzası kopyasını götürüb üçüncü abzasının qabağına qoyur. Nə olacaq? 1, 2, 2, 3 olacaq da. Üçüncü nə deyir? Deyir, üçüncü abzası seçirsən Ctrl+X. Ctrl+X nə iş görür? Hadi Sələ. Arkadaş. İlerledir. Nə? Nə? İlerledir. Kəsir. Kəsir balam. Kəsir. Ctrl+X. Kəsmək üçündür. Bu arada Word-dən bu sualın oxşarları qəbul imtahanında olduğuna görə mən də imtahandan qabaq bir həftə, 10 gün qabaq bu Word-ə aid olan şeylər ki var, qəbul sualları. Onları bir-bir işləyib nə etmişdim? Video şəklində YouTube-a yerləşdirmişdim. Ya birazca məsuliyyətiniz olsun. Bir girin, məşğul olun, bir baxın, görün nə iş. Ctrl+X nədir? Kəsmək üçündür. Kəsdi. Üçüncü abzası kəsdi. Artıq üçüncü abzas yoxdur. Yerdə nə qalıb? 1, 2, 2 qalıbdır. Sonra nə edirsən? Birinci abzası seçirsən. Birinci abzas qaralıbdır, seçilir. Ctrl+V nədir? Üstünə qoyacaq. Hara qoyacaq? Düz 1-in üstünə qoyacaqdır. 1 yoxa çıxacaq, yerini 3 tutacaq. Bayaq 1, 2, 2 idi. İndi 3 1-in yerini tutduğuna görə 3, 2, 2 olacaqdır. Yəni doğru cavab nə olacaq? A variantı. Arkadaşım, belə olmaz axı. Siz araşdırmalısınız, tələbəsiz, özünüz hər şeyin cavabını tapmalısınız. Bu nədir? Belə şey mi olar? Sizə hara belə tənbəl öyrətdi? Kim öyrətdi belə tənbəl? Neçəyə baxırıq? 9. 9. Arkadaşım, burada belə bir maraqlı problem var. O da nədir? Baxın. Birinci A-da deyir, bu rejimdə sənədin lent interfeysi gizlənir. Bu hansıdır? Read moda aiddir. Düzdürmü? Ay sol. Lent bir dənə read modda gizlənir. Amma birinciyə A-nın aid olduğu variant yoxdur. Ona görə boş qoydum. Sonra B-də nə deyir? Bu rejimdə sənədin başlayan mətnin öz tərkibindən yarar. Bu nədir? Outline-dır. 4-də B uyğundur. 4-də B uyğun olan xeyli variant var. C-də deyir ki, bu rejimdə sənəd web səhifə görün, bu web layoutdur. 3-ə C uyğundur. 3-ə C-nin uyğun olduğu 3 dənə variant var. A-dır, B-dir, bir də D variantıdır. Düzdürmü? Sonra D-də deyir, bu rejimdə sənədin üfüqi xəttkeş görünür, şəkillər isə görünmür. Üfüqi xəttkeş görünmür, şəkillər görünmürsə də bu nədir? Draft rejimidir. Nədir? 5-ə uyğundur D. 5-ə D-nin uyğun gəldi. Bayaqki variantların içərisindən bir dənə A qaldı, bir də C. 4-ə B uyğun gəlib, 5-ə D uyğun gəlib. Yox, 3-ə də nə idi? 3-ə də C uyğun D. gəlməli idi. Düzdür? Deməli, burada nə oldu? Deməli, burada C variantı da getmiş oldu. Diqqət edirsinizmi? Hə. Sonra nə deyir? E-də deyir, bu rejimdə heç bir xəttkeş görünmür, şəkillər isə Outline. görünür. Nədir? Outline. Ay bala, outline-da şəkillər görünmür axı. Nə danışırsan sən? Xəttkeşlər görünmür, şəkillər görünür. Read modda xəttkeşlər görünmür, şəkil görünür. Bu read moda aiddir. Yəni A ilə E read moda aiddir. Mənə belə gəlir ki, burada 1 ilə 2-nin yeri səhv verilibdir. Qalan şeylər çünki tutur. Bax, A ilə E 1-dir.
C ayrıdır. B ilə F. Qoyum F-də. Bu rejimdə xəttkeşlər və şəkillər görünmür. Heç birinin görünmədiyi bu outline-dır. Bax, F4-ə aiddir. Deməli, burada A variantı olmalı idi. Amma bir dənə problem var. Problem də nədir? Problem oradadır ki, read modla print layout'un yeri burada dəyişikdir. Onların yerləri dəyişməlidir. Bu sizin günahınız deyil, amma yəni bu belə olmalıdır. G-də deyir, bu rejimdə sənin hər iki xəttkeş görünür. İki xəttkeşdə göründüyü rejim nədir? Print layout. Hə, buranın səhvi nədədir? Read mode ikinci yerdə olmalıdır. Print layout birinci yerdə olmalıdır. Fərq buradadır. Keçək neçənci suala? 12. 12. Word 2019 proqramında Homeland-in line and spacing paragraf spacing əmri kliklənmişdir. Bu kliklənmə nəticəsində aşağıdakı kimi pəncərə açılmışdır. Bu pəncərə əsasən sətr arası məsafə üçün hansı variant deyil? Arkadaşım, burada 3-ün qabağına işarə qoyulub, düzdür? Bu 3 nəyi göstərir? Sətr arasındakı məsafə kiçik, balaca simvolun hündürlüyündən 3 dəfə böyük olduğunu göstərir. Məsələn, bax, burada hal-hazırda sətr arası məsafə ki var. Bunlar arasındakı məsafə vahiddir. Çox güman. Sətr arasındakı məsafə nə olmuş olur? Balaca simvolun hündürlüyü boyda olmuş olur. Məsələn, 2 verəndə 2 simvol hündürlüyü qədər olur. Təbii ki, bunu PT ilə santimetr, millimetrlə vermirlər. Niyə? Çünki məsələ burasındadır ki, şrift böyüyəndə məsafə də böyümüş olur. Şrift kiçik olanda məsafə də kiçilmiş olur. Bu nisbətdir, nisbətdir. Hə, sonra neçəyə baxırıq? 17. 17. Baxaq. Bu tərəfdədir. Hansı abzası formatlaşdırmaq? Arkadaşım, abzası formatlaşdırmaq dedikdə zaten burada nəyə baxsın? Hansılar paragraf tabındadırsa onlar abzasa aiddirlər. Bax, birinci gördüyünüz increase indent, decrease indent, increase indent abzasa aiddir. Sonra numbering, yox, burada nədir? Bulletdir. Yəni markerli siyahı. Bu da abzasa aiddir. Bir də burada nə var? Çox səviyyəli siyahı var. Düzdürmü? Multi-level. Bu da abzasa aiddir. Yəni 1, 3, 5 abzasa aiddir. 2 ilə 4 isə hardadır? Fontdadır. Sonra nəyə baxırıq? 24. 24. Ay Mürcan xanım, az öncə kimisə də burada danlayırdım. Ay bala, deyir ki, plus 17 yazdın, 36-cı səhifəyə keçdin. Neçənin üstə 17 gəndə 36 eləyir? Valla, bu videoları izləyən düşünər ki, sizə əvvəllər dərs keçirməyib də. Ondan əvvəlkiləri də izləyən düşünər ki, bu uşaqlar navakain vurublar, neyniyiblər, bunlar niyə belə keydilər? Bunu axı mən daha əvvəl keçmişəm və burada qeyri-adi mürəkkəb bir şey yoxdur ki, bunu kimsə ikinci dəfə səhv eləsin. Neçənin üstünə 17 gəndə 36 eləyir? Bu məntiqi necə tuta bilmirsiniz? Siz bunu görəndən heç, yəni deyirəm, indi dərsi mən izah elədiyim müddətdə ola bilsin ki, QED-də yuxu aparıbdır sizə. Bir sonradan girib videoya baxırsınızmı? İkinci testi işləməmişdən qabaq bir dərsi oxuyursunuzmu? Burada görüm nə yazılıbdır. Bax, burada yazılan əmrlər nədən ötürüdür? Bax, dərsliyimizi açdım da. Məsələn, tutaq ki, həmin hissəyə gəlim. Həmin hissədə Go to pəncərəsini açaq. Aha, burada. Bax, burada nədir? Enter page number. Düzdür. Bax, burada tutaq ki, mən yazmamışam. Enter plus and minus to move relative to the current location. Example. Plus 4
will move forward 4 items. Yani plus 4 nə edəcəkdir? 4 obyekt irəli nədir? Hərəkət edəcək. Burada deyək, keçəcək yerin göstəricisini daxil edən səhifəyə keçid tələb olunarsa, o zaman keçəcək səhifənin nömrəsi və ya plus işarəsinin neçə səhifə sonra ya da minusla neçə səhifə əvvələ keçiləcəyini göstərir. Bir dənə kompüteri açın, qoyun bunu yoxlayın da. İkincisi, yaxşı, yoxlamıyorsunuz. Ən azından keçən dəfə mən sizə bu dərsi keçəndə bunu axı sizə göstərdim ki, bax bu hissədən biz nə iş görürük? Bunlar bitdi. Ha? Bəli. Bitdi. Yaxşı. Bitdisə də o zaman nə edək? Word-da bugün insert tabı ilə məşğul olacağıq. Insert tabını sizə təqdim edeyim. Oranın əmrləri, funksiyaları falan tanış olun. Sonra görək nə edirsiniz. Hörmətli Danqiş yığına. Görəcəyimiz iş Word açmaqdır. Word-u necə açacağım? Heç nə. Burada search sayəsində Word heç yazmama ehtiyac yoxdur. O qədər işlətmişəm ki, o saat göründü. Blank dokument verirəm. Təzə bir səhifə yaransın, boş səhifə. Təbii ki, az-maz olsa da məndə 2021 olduğuna görə 2019-dan interfesinə cüzi fərqlər var. Onları təbii ki, zaten o qədər diqqətli deyilsiniz ki, hər şeyi yadınızda saxlayasınız, amma yəni az da olsa o fərqlər yorucu fərqlər deyil. Birinci, insert tabı. Insert tabının qruplarına baxaq. Pages qrupu 2019-dan indi. Tables qrupu 2019-dan indi. Illustrations qrupu eynidir. Media qrupu eynidir. Links eynidir. Comments eynidir. Header and footer eynidir. Text eynidir. Symbol eynidir. Yəni burada heç kim deyə bilməz ki, 2019-dan 2020-də bu insert lentinin elementləri, qrupları fərqlidir. Burada birinci, Pages qrupunda 3 əmr var. Cover page, örtük səhifəsi. İlkin səhifəni nədir? Buradan götürürük. Düzdür? Bu nədən ötürüdür? Məsələn, tutaq ki, sənədin ilk səhifəsini belə demək, giriş səhifəsi, sən örtük səhifəsi, sən belə görünür. Təbii ki, ehtiyac yoxdur, amma yəni gördünüz nədir? Yəni başqa səhifə tipi xoşdasınız, onu seçə bilərsiniz. Yəni sənəd hazırlayarkən ilk səhifəsi necə görünməyini istəyirsinizsə də burada ona uyğun örtük səhifəsi seçə bilərsiniz. Blank page nədir? Boş səhifə əlavə edir. Məsələn, burada gördüyünüz kimi sənədimizdə bircə səhifə var. Bu tam kiçildim, görsünüz bircə səhifə var. Blank page verəndə o şey ikinci səhifə olur. Niyə? Çünki bir dənə boş səhifə əlavə edir. Blank nə deməkdir? Boş. Sonra page break. Page break nədir? Page break səhifə kəsimi qoymaq üçün. Nə üçün istifadə olunur? Məsələn, buraya yazam 45, düzdür? 4 ilə 5-in arasından kursoru yerləşdirdim, çünki page break-in nə olduğunu görəsiniz. Page break verəndə kursordan sağ tərəfi başqa səhifəyə keçirir. Bax, gördünüz, 5 gəldi, ikinci səhifəyə keçdi. 4 də qaldı, birinci səhifədə. Yəni, page qrupu həqiqətən də səhifə ilə işləyir. Örtük səhifəsi əlavə edir. Boş səhifə əlavə edir. Bir də page break, səhifə kəsimi qoya bilir. Keçək ikinci qrupa. İkinci qrupda nədir? Tables qrupu. Tables qrupunda sənədə cədvəl daxil edir. Burada nə var? Insert table. Burada quick table'dan istifadə edə bilərik. Təbii ki, 2019-da buradakı kimi 7-nin 6-ya yox, 10 sütun və 8 sətirdən ibarət olan cədvəl daxil edə bilirik. İndi burada da 7-nin 6-yadır. Bunun dəxli yoxdur. Amma quick table deyə bilərik bu sahəyə. Burada cəld şəkildə cədvəl daxil eləmək mümkün. Insert table-da isə insert table adında belə bir balaca dialoq pəncərəsi açılır. Burada number of columns sütunların sayını yazırsınız. Number of rows sətirlərin sayını yazırsınız. Out of it behavior. Bu nədən ötürü istifadə olunur? Avtomatik olaraq belə deyim də cədvəlin eninin tənzimlənməsi üçün. Məsələn, fixed column wise
Burada auto yazıb. Auto olanda auto fit to window elə bil eləyirsən. Yəni auto fit to window nə deməkdir? Bax burada xəttkeşi görürsüz. 0-dan 16,5-ə qədər olan hissə ağdır. Yəni cədvəlin eni bax bu yaz sahəsinin eni qədər. Window pəncərə deməkdir, amma pəncərə enində yox da yaz sahəsinin enində olmuş. Auto fit to contents verəndə cədvəlin sütunların eni nə olur? e, Belə deyim, minimum ölçüdə olur və siz içinə yazı yazdıqca sütunlar başlayır yenilənməyə. Eləcə fixed column wise-da auto yerinə bax burada məsələn ta 1 sm seçmişik. OK basanda cədvəlimiz 5 dənə 1 sm enində olan sütundan təşkil olunmuş olur. Mən bura yazı yazdıqca sütunun eni başlayır böyüməyə. Təbii ki, row boşluq qoyanda bölünməyə getdiyinə görə nə oldu? Aşağıya düşdü. Amma əgər belə davamlı yazası olsam, böyüyə-böyüyə gedəcəkdir. Bu da nəyi göstərir? Bu onu göstərir ki, burada heç nə Word proqramında əgər siz əvvəlcədən tənzimləməyibsinizsə də yazının eni artdıqca, əgər mümkündürsə də cədvəldə sütun başlayır enləməyə. Yox, artıq dirənəndə sütun getdi. Cədvəlimiz dirəndi. İndi bura baxın. Yaz sahəsindən dirəndi. O bir sütunlar başlayır balacalaşmağa. Gör ki, yox, sən əl çəkmirsən. Sən yazsan, axırda mətn bölünür ki, çünki başqa yol görür qalmayıbdır. Yəni, bacardığı qədər sənin yazının bütövlüyünü saxlamağa çalışır Word. Sonra, indi burada table açmışam deyə tez table tools açıldı. İndi Word 2019-da table tools yazılır. Amma 2021-də yazıb table design, table layout. Yəni 2019-da elə bil ki, Microsoft Team o qədər də düşünmürdü ki, məsələn, burada da dizayn var, burada da dizayn var, burada da layout var, burada da layout var. Onların qarşısına görürsünüzmü? Burada 2021-də table design, table layout yazıb ki, yəni burada table'ın tərtibatı və cədvəlin tərtibatı və cədvəlin strukturu nədir? Lentləri olmalıdır. Orada isə table tools'un içindədir. Birinə yazıbdır layout, birinə də yazıb table design. Bu şəkildə yarı-yarımçıq yazılmışdı. Burada gəlin interfeys biraz təkmilləşib. Amma onun dəxli yoxdur. Yəni Table Tools'un dizaynında qruplar nədir? Table Style Options, Table Styles, bir də Borders qrupu var. Yəni 2019-da da belədir, 2021-də də belədir. Table Styles nədir? Cədvəl üslubları. Hazır cədvəl üslublarından seçə bilərsiniz. Bax, bu gördüyümüz hazır cədvəl üslubudur. Gəlin burada iş görək. Buraya yazım nömrə, buraya yazım ad, buraya yazım soyad, buraya yazım şəhər, burada yazım təvəllüd. Və burada başlayıram nə etməyə? Sütunlar, sətirləri əlavə eləməyə. Gəlin burada nömrələr qoyaq, bir-bir yazaq. Bax, 1, burada keçdim 2, 3, burada 4. Elə. İndi gəlin burada sizə aid yazın. Məsələn, Vüsalə, bax, Tağızadə yoxsa Tağıyeva. Yok Tavzade düz yaz. Aysun, görürsüz nə qəşəng yazdı. Hə, sizin belə deyim, öz doğma şəhəriniz haradır? Gəncə. Gəncə. Göygöl'de. Doğma şəhəriniz deyirəm. Da Gəncə Göygöl dedin, doğmalıqdan çıxdı. Doğma, radnoy. Göygöl'de kalıram yaş Göygöl yaz. O qalmaq yox, biri var ki, hardansınız? Şuşa, Kəlbəcər. Kəlbəz, Ayson, gözəl. Əla. Təvəllüd 2003. kiminiz? Balaca uşaq deyil. Ondan sonra yazım kim? O birisi arkadaş. Aysu Məmmədzadə. Bu Goran boyludur. Sən neçəncisən? Slave of Cats. Aysu 2002. 2002. Oo, qocalıbsan. Burada yazım Niye öyle Lucy. diyorsunuz Ayberli? Nədir? Niye öyle diyorsunuz? Niyə də deyirəm?
2002-sən də, indi Vüsaliyə nisbətən bir yaş daha böyüksən. İndi bəlkə sən 2002-də dekabrın 31 sən, Vüsaliyə də 2003-də yanvarın 1-i bir gün fərqiniz var. Orasını bilmirəm, amma əsas məsələ odur ki, il olaraq daha böyük görünür. İndi Yusif yazıram. Yusif Əlizadə. Bu da Şəmkir. Ay bala, sən neçənci il təvəllüdsən? 2005, 4 müəllim, yanvar. 2004. Aha. Gördünüz, ən yeni, son buraxılış Yusifdir. Burada da heç nə, burada nə yazım? Sizin haqqınızda ümumi yazım 3 nəfər. Bay. 3 nəfər. Nə üçün bunu yazdım? Bura itokdur da axırıncı. Burada nədir? Heç nə. Yəni başqa bir şeyə ehtiyac yoxdur. Nə üçün bunu belə elədim? Çünki cədvəldə birazca dəyişikliklər aparacağam. Diqqət edin. Header row, first column, banded rows. Nə oldu? Cədvəlimiz adi mavi bir cədvəl oldu. Düzdür? Bax, hazır stil seçmişəm. İndi bu table style optiondan istifadə edir. Bu stildə seçimlər yapacağım. Məsələn, header row, başlıq sətrini dəyişdim. Gördünüz, nə qəşəng, effektiv, fərqli bir başlıq sətri oldu. First column, birinci sütunu dəyişdi. Hiss edirsiniz dəyişiklikləri. Sonra total row, axırıncı sətri dəyişdim. Last column, axırıncı sütunu dəyişdim. Yəni, buradakı seçimlərin nəyə dəyişdiyini görürsünüz? Görürsünüz. Bəs banded rows nədir? Növbələşən sətirləri bir-birindən fərqləndirir. Təhlər bir cür olur, cütlər bir cür. Banded columns nədir? Növbələşən sütunları. Təhləri bir cür formatlaşdırır, cütləri bir cür. Yəni, bu table style options'ın nə işə yaradığını gördünüzmü arkadaşlar? Eyni zamanda table styles'ın nə işə yaradığını gördünüz. Yəni, buradan siz sadəcə üslubu seçirsiniz. Sonra da burada başlayırsınız nə etməyə? Formatlaşdırmaları aparmağa. Shading nədir? Shading deməli rəngləndirmədir də. Seçdiyiniz xananı hansı rəngdə istəyirsiniz o formada verə bilərsiniz. Ya cədvəl seçirsiniz, cədvəli bütövlükdə müəyyən bir rəngə boyayırsınız. Sonra burada başqa nəyimiz var? Bunu qaytaraq geriyə biraz gözəlləşsin. Aha. Lazım deyil. Burada banded lazım deyil. Buradakı rəng bu daha yaxşı idi. Bəs borders nədən ötürü? O da xəttlər üçündür. Görürsünüz, burada demək olar xətt yoxdur. Bordersa gəlirəm. All borders. Bütün xəttləri verdik. Amma üslubu da seçə bilərsiniz. Məsələn, border style. Burada nədir? Mavi xətt verdim. Gördünüz, hamısı mavi qalın xətt oldu. Border style başqa bir xəttə verə bilərsiniz təbii ki. Ya da ki, özünüz əllə tənzimləyə bilərsiniz. Məsələn, bax, burada xətt mən istəyirəm qırıq xətt olsun. Qalınlıq istəyirəm ki 2,25 olsun. Rəng nə olsun? Yalandan elə belə gic-gic şeylər seçirəm ki, elədiyimizin nəyə yaradığını görəsiniz. Borders. İndi baxın. Seçdiyim xananın evini gördünüz nətər yıxdım. İndi beləyəm cədvələ bunu tətbiq edin. Gördünüz nə qədər iyrənc, maraqlı bir şey alındı. Bəs border painter nədir? Məsələn, bunu seçəndə siz burada verilmiş, belə deyim də, xəttlərlə işləmiş olursunuz. Amma border painterla sırf istədiyiniz hissə ilə işləyirsiniz. Məsələn, birinci və ikinci sətrin arasını. Onu tənzimləmiş olsun. Yəni, bax, belə işlər görə bilərsiniz border painterla. Beləliklə, table design gördüyünüz kimi həqiqətən də cədvəlin tərtibatı üçündür. Yəni, dizayn üçündür. Dizayn nədir? Tərtibat. Bir də table layout var. Layout strukturdur. Cədvəlin strukturundan işləmək üçün. Məsələn, burada nə var? Birinci table qrupu var. Burada select əmri var. Select cell. Xananı seçir. Gördünüz, Məmmədzadə seçildi. Select column. Sütun seçir. Gördünüz, Şəhər, Kəlbəcər, Goranboy, Şəmkir seçildi. Sonra gələn bura. Select row. Sətir seçildi. Sonra select tables verəndə cədvəl seçilmiş olur. View grid lines nədən ötürüdür? Bax, burada xəttlər yoxdurlar. Ağ rəng xətt deyirlər. Onlar sadəcə xəttin olmadığını göstərir. Yox, xəttlər ağ rəngdir. İndi nə edirəm? Xəttləri yoxa çıxardıram. Gəlirəm bura bordersa, no border verirəm.
No border. Gördüyünüz kimi heç bir xətt yoxdur. İndi gəlirəm burada layout-da view grid line. Deməli, xəttlərin yerində nədir? Qırıq-qırıq xəttləri verir ki, bunlara tor xətti deyirik. Cədvəlin tor xəttlərini göstərir ki, əslində qalsa burada xəttlər var, amma görünməzdilər. Görünməz xəttləri görsənən edir. Sonra burada properties əmri. Yəni cədvəlin xüsusiyyətləri, table properties. Burada table tabında buna ekran CBDM-də dialoq pəncərəsinin səhifələri də deyirlər bəzən. Deməli, table vərəqində nə gör? Size, ölçü. Preferred wise seçirsiniz ölçü nə qədər olsun. Cədvəlin eninin ölçüsü burada 10 santimetrdir. Mən burada eləyəcəm 12 santimetrdir. Yəni 12. OK basıram. Gördünüz cədvəlimiz birazca böyüdü. 11-i o yana keçdi. 12 santimetr oldu. Amma bunu siz santimetr yox, yerinə nə də verə bilərsiniz? Percent. 72,8%-dir. 72,8%-dir. Bunu eləm 60%. Birazca balaca artsın cədvəlimiz. Gördünüz yığışdı cədvəlimiz. Daha balaca bir cədvəl oldu. Sonra burada var alignment. Cədvəl gördüyünüz kimi sətirdə sola sıxlaşır. Right verərəm, sağa sıxlaşır. Düzdürmü? Düzdür. Center verərəm, ortaya sıxlaşır. Düzdürmü? Düzdür. Left verərəm, yenə sola sıxlaşır. Sonra nə var? Indent from left. Sol tərəfdən boşluq. Elə. Burada nə verirəm? 1 santimetr verdim. Cədvəl səhifənin sol tərəfindən 1 santimetr sağa doğru neynədir? Sıxlaşdı. Qaytarıram, indentini yığışdırıram. 0 elədim. Text roping nədən ötürü? İndi bura yazı yazıram. Məsələn, yazı. Burada nə Aysu haqqında bir hekayə yazacağam. Biri var idi, biri yox idi. Azərbaycanın dilbər güşələrindən olan Goranboy rayonunun Aysu, sizin kəndiniz hansı kənddir, yoxsa birbaşa olaraq mərkəzdən, şəhərdənsiz? Aysu, Lord of Qaranboy yazın eləsəm əlim. Kəndin adı batsın. Ya, de, maraqlı adı var onda. Yox, haymədim, boş ver. Yaxşı, yaxşı. Pişiklilər kəndi. Hə, Aysu adlı bir sakini var idi. Aysu həyatını pişiklərə neynəmişdi? Həsr eləmişdi. Hə, nəsə, bu qədər bəsimizdir. Nə üçün bunu yazdım? İndi sizə text ropingi göstərirəm. Da cədvəli seçdim, table layout-a gəldim, properties. Text ropingdə around verdim. İndi baxın, OK. Mətin nə oldu? Gəldi cədvəlin böyrünə çıxdı. Burada positioning var. Positioning nədən ötürüdür? Bax, cədvəlin sol tərəfindən 32 mm, sağ tərəfindən 32 mm, 32 yox, %32 sm, belə 3,2 mm soldan, 3,2 mm sağdan aralı olacaqdır mətn cədvəli. Top, bottom isə yuxarıdan və aşağıdan məsafələr göstərir. Position left vermişik, right də verə bilərik. Elə? Bax, gördün, cədvəl sağa keçdi, yazı sol tərəfə keçmiş oldu. Hə. Burada nə edirik? Sonra istəsəz yuxarıdan məsafəsini təyin edə bilərsiniz, aşağıdan və s. belə tənzimləmələr apara bilərsiniz. Option burada move this text. Move this text nədir? Mətni hərəkət elətdikcə cədvəl də mətnlə bərabər hərəkət eləsin. Məsələn, əvvəlinə tutaq ki, bir abzas əlavə eləyəsi olsan,
Cədvəl yerində qalmasın da bir abzas nə olsun? Aşağı sürürsün. Bir də var yellow overlap. Bu nədən ötürü? İkinci cədvəli bu cədvəlin üstünə qoymağa imkan verir. Amma bu çox mənasız bir imkandır. Ona görə də bunu aktivləşdirmir. Bunu gördünüz? Gördünüz. Non verirəm, qayıdacaqdır nə? Cədvəl bu tərəfə. Bu arada tez qaytaram bunu left verim sol tərəfə. Border sans shading nədir? Cədvəlin elə bil kənar xəttlərini tənzimləmək üçün istifadə olunur. Bu da color. Nə edirəm? Narıncı rəng, yaxud göy rəng seçdim. Qalınlığını seçə bilərsiniz. Buradan da üslubu seçə bilərsiniz. Belə bir xətt. Al. 3 beyti. OK verirəm. Cədvəlin xəttlərində nə oldu? Hə. Cədvəlin xəttləri görünməzdir. Niyə görünməz qaldı? Deyən görüm nəyi eləməmişəm. Hə, burada tətbiq eləməmişəm də. Deməli, göy rəng. Buradan xətti seçdim. OK. Burada nə etmək lazımdır? All verdim. İndi olacaq. Bayaq all zadı verməmişəm. Sonra da deyirəm bu xəttlər hanı? Gördünüz arkadaşlar. Cədvəlin başına belə bir oyun açdıq. OK. Sonra burada nə var? Border sans shading də shading isə içini rəngləmək üçündür. Məsələn, tutaq ki, içini də belə bir rəngə boyayacam. Bu şəkildə rəngləmə aparıram. Çox iyrənc bir şey alınacaq. Gördünüz? Mavi çilli, narıncı bir rəng. Belə bir şey aldıq. Təbii ki, bunu belə saxlamaq fikrim yoxdur. Amma əsas odur sizə göstərim ki, burada nələr. Optionsdan istifadə edirsən. Yazının cədvəlin xanasının içində xananın yuxarısından, aşağısından, solundan və sağından nə qədər aralanacağını göstərir. Məsələn, vüsalə sözü az qala cədvəlin yuxarı xəttinə birləşir. Nə edirəm? Yuxarıdan məsafə qoyuram. Kifayət qədər çox məsafə qoyuram ki, hiss olunsun. İndi OK verirəm. Gördünüz? Hər bir sətirdə bu baş tutdum. Az qala sözün özü hündürlükdə, çünki 0,5 sm araladım mən. Təzədən buradan optionsa girib bunu düzəldə bilərsiniz. Sıfırlayarıq, qutardı get. Oldu istədim. Yellow spacing between cells nədən ötürüdür? Qoy birinci spacing verməyim, adi formata gətirim cədvəli. Cədvəl plain bir vəziyyətə gətirəcəm arkadaşlar. Nə edirəm? Table design-a gəlirəm. Burada plain table. Elədim, sadə bir cədvəl elədim. Və gəlirəm buradan table layout-da properties-ə. Options-a gələndən sonra burada allow spacing between cells. Xanaları bir-birlərindən aralayacağam. Bax, burada %4 nədir? Santimetr. Yəni 0,4 mm aralanacaq. OK. OK. Gördünüz arkadaşlar. Xanalar bir-birlərindən aralı yerləşirlər. Sonra qayıdıram bura yenə. Burada automatically resize to fit content. Bu nədən ötürüdür? Sütunların eni, xananın eni avtomatik olaraq içindəki məzmuna uyğun dəyişir. Düzdür? Onun quşunu götürdüm. Nə oldu? Cədvəlimiz bu vəziyyətə düşdü. Səbəb nədir? Çünki mən cədvəli quranda başlanğıcda sütunların enini 1 sm vermişdim, yadınızdadırsa da. Bu da deyir, ayda sütun eni 1 sm olmalıydı. Axı mən neynəmişəm? Bunu böyütmüşəm. Səbəb nə idi? Çünki burada automatically resize to fit contents aktiv idi. Təzədən bunu aktivləşdirib bunu deaktiv edirəm. Çünki ilkin verilən parametrlər daha da bizə kömək edir. Gördüyünüz kimi cədvəlimiz belə də daha sərgəli görünür. Nəinki bayaqki vəziyyət. Amma sərt qaydalar qoyası olsanız belə də dəyişikliklər aparmaq olar. Table qrupundan sonra, tabından sonra var row tabı, sətirlər. Specify high, hündürlük təyinisi, at least ən azıdır. Bir də və exactly, dəqiq. Dəqiq olaraq nə edirəm? Sütunların hündürlüyünü 1 sm, sətirlərin hündürlüyünü 1 sm edirəm. OK, baxın. Bir dənə sətri seçdiyimə görə burada belə oldu. Sonra nə edirəm?
Previous row yuxarı əvvəlki sətr. Yenə bunu da 1 sm elədim. Məsələn, previous row yenə bunda da elədim. Təbii ki, hamısını bir yerdə eləmək istəyirsə, cədvəli tam seçib eləmək lazımdır. Beləliklə, hansılar ki seçmişəm, onların hündürlüyünü 1 sm eləmişəm. Və burada belə bir seçim var optionsda. Allow row to break across pages. Yəni sətrin səhifələr arasında bölünməsinə icazə ver. Allow row to break across pages. İndi baxın, bu nədir? Tutaq ki, cədvəlimiz çox böyükdür. Yəni sətrin hündürlüyü çoxdur. Məsələn, 4-5 sətr yazı yazılıbdır. Bu da səhifənin aşağısındadır. Tutaq ki, bir sətr də yazsan, nə olacaqdır? Növbəti yazı sətri düşməlidir aşağı. Allow row break across pages verəndə sətrin yarısı bu səhifədə qalır. O artıq olan hissəsi də növbəti səhifəyə keçir. Amma yox, bunun quşunu götürəndə onda nə olur? Cədvəlin həmin sətri bütövlükdə qopub növbəti səhifəyə düşür. Gəlin bir dənə nümunə göstərim. Çünki düşünmürəm ki, dediklərimi tam olaraq anlayasınız. Sizə o qədər güvənirəm. Yəqin ki, o təyyarə məsələsini eşidibsiz də. Deməli, burada arkadaşlar, başlayacağım yazılar yazmağa. Bir dənə də sütun əlavə edirəm, oraya yazı yazmağa. Cədvəlin sətrinin böyüməsini sizə əyani olaraq göstərəcəm. Burada nə edirəm? Table layout-dan gəlirəm bura. Insert column right. Və buraya başlayım yazı yazmağa. Yazı yazmaq deyəndə buradakı hekayə ki var, bu təsirli hekayəmiz var idi ha. Oxuyanda ağladığınız hekayə. Onu gətirib buraya yazıram. Baxın, görsən biri var idi, biri yox idi. Nə oldu? Bu hissədə qaldı. Yəni birinci səhifədə. Azərbaycan dilbər güşənin biri olan görünmə. Bu nədir? Keçdi ikinciyə. Düzdürmü? İndi görün qaqanız nə edir? Deməli, gələm bura. Table layout-a. Properties. Allow row to break across pages var idi. Ha, onun deaktiv olmasını təmin edəm. OK basıram. Nə oldu? Bütövlükdə cədvəlin sətri keçdi növbəti səhifəyə. Aradakı fərqi yəqin ki, hiss elədiniz. Bəs repeat as header row nədən ötürüdür? Deməli, məsələn, bax, bura var, bura başlıq sətridir, düzdür? Nömrə, ad, soyad, şəhər, təvəllüd. Bunu seçirəm, gələm bura. Repeat as header row. At the top of each page. Hər səhifənin yuxarısında bunu təkrarlasın. OK. İndi bura baxın. Burada görsün, nə görsün? Nömrə, ad, soyad, şəhər, təvəllüd. Yəni, bax, bu hissə ki var, bu hissəni mən burada yazmadım. Sadəcə bunu seçəndən sonra, yəni bu sətri seçəndən sonra repeat-i basmışam. Yəni, repeat-in quşunu götürəm, OK, bura baxın, burada yuxarıda nömrə, ad, soyad, şəhər, təvəllüd yığışmış oldu. Sonra burada nə var? Column, sütun. Preferred wise var. Mən nə edirəm? Sütun enini buradan tənzimləyə bilərəm. Yenə də previous next basmaqla hansı sütun istəyirəmsə də onun enini tənzimləyə bilərəm. Cell nədir? Hücrə, xana. Məsələn, yazının xananın içərisində harada yerləşəcəyini buradan tənzimləmək olar. Məsələn, burada top yuxarıda. Məsələn, müsahilə sözü burada yuxarıdadır. İndi bir dənə dayanın, o burada seçim. Bu cədvəl tam olaraq o bir səhifəyə keçirdirəm. O biraz da balacalaşdım. Yuxarıdadır. Yəni, vəbşə tağızadə sözü. Yuxarı sol küncdə, düzdür. Gələm burada table layout-a, properties-ə. Və buradan neyəm? Center. Gördünüz, ortaya gəldi. Sonra buradan neyəm? Bottom. Aşağıya doğru gəlmiş oldu. Beləliklə, yazının nədir? Xanada şaquli düzləndirilməsini buradan həyata keçirə bilirik. Burada da option var. Burada da bayaqkinə bənzər şeylər var. Same as whole table. Bu nə deməkdir? Xananın boşluqları bütün cədvəldə olduğu kimi olsun. Yəni, cədvəlin hər yerində necədir? Burada da elə olsun. Sonra burada seçim var. Row text, mətnin bölünməsi, bir də fit text var. Fit text çox maraqlı bir funksiyadır. Necə? OK, indi biləcəksiniz. Tağızadə sözünə baxırsınızmı, arkadaşlar? Bunu yuxarıya çəkim. Görürsünüz nə edib?
hərfləri bir-birindən aralayıbdır ki, sütunun eninə sığışdırsın. Burada yazını böyüdəsi olsam, Tağızadə, Gildə, ki, pişiklər. Gördünüz nə oldu? Tağızadə gildəki pişiklər. Rob tekst vermədiyimə görə bu bölünmür. Bax, arada boşluq qoyuram. Tağızadə yazam. Müsalə Kəlbəcərli. Hamısını bir sətirdə yazır və rob tekst vermədiyimə görə bölmür. Amma hit tekst verdiyimə görə də sütunun enini o tərəfə keçə də bilmir, sütunu enləndirmir. Özü balacalaşa gedir. Properties'dən gəlirəm yenə cell tabında optionsa və bunu fit text'i yığışdıram, rob text qoyuram. Gör nə qəşəng eləyəcək. Tağızadə Vüsali Kəlbəcərli. Bu şəkildə böldüm. Məsələn, bunu sildim. Bunu sadəcə göstərmək üçün yazmışdım. Bəs burada alt text nədir? Alternativ mətndir. Məsələn, tutaq ki, bunu biz web səhifə kimi yadda saxlamışıq və internetdə bu yüklənməlidir. Cədvəl yüklənənə qədər onun yerində hansı mətn görünsün, bunu təmin edə bilər. İkinci bir tərəfdən, ola bilsin ki, görmə əngəlli bir insan, belə deyim da, bu mətn sənədini əldə edibdir. O köməkçi redaktor ki, səsləndirmə aparır falan. Onda bu cədvəl olan yerə gələndə neynəsin? Başlasın səsləndirməyə ki, burada nə yerləşdirilibdir? Yəni, title başlıq, bir də description, izahat verə bilərsən ki, bu cədvəlin içində filan şeylər əks olunur. Bu belə. Sonra burada nəyimiz var? Draw qrupumuz. Draw table təbii ki, cədvəl çəkməkdən ötürü. Yəni, sıfırdan cədvəl çəkə bilərsiniz. Draw table'ı bastınız və başladınız belə əvvəlcə bir çərçivə qoydunuz, sonra da içinin xəttlərini çəkdiniz, bir də görürsünüz ki, cədvəl oldu. Gördünüz? Eraser nədir? Pozan. Bu şəkildə cədvəl nədir? Xəttlərini poza bilirsiniz. Delete nədən ötürü? Silməkdən ötürü. Delete cell xananı silir. Delete columns sütunu silir. Delete rows sətri silir. Delete table cədvəli ümumilikdə silir. Bu cədvəllər belə, məsələn, burada nə edirəm? Məsələn, gəlirəm table layoutda delete column. Sonuncu sütun nədir? Silinir. Lazımsız bir sütun idi, onu da silinir. Delete row sətri siləcək. Başlıq sətrini gördüyünüz kimi sildi, çünki başlıq seçili idi. Delete deməli table tövlükdə cədvəl silir. Geri qaytardım indi. Sonra burada nə var? Rows and columns qrupu var. Yəni delete də zaten həmin qrupdadır. O silməcək. Insert row above. Cari sətirdən əvvələ bir dənə sətr əlavə edir. Insert row below. Aşağıya bir sətr əlavə edir. Cari sətirdən. Insert column left. Seçirəm, məsələn, burada Əlizadəni sol tərəfə bir sütun əlavə edəcək. Adla soyadla arasına bir sütun əlavə edəcək. Insert column right. İndi baxın, məsələn, şəhər olan sütunu seçmişəm. Sağ tərəfindən bir dənə nə edir? Sütun əlavə edir. Bax, bunlar nədir? Insert əmrlərinin gördüyü işlərdir. Split cells nədir? Xanaları bölmək. Məsələn, bax, bu xana ki var, bunu 4 xanaya böləcəm. Gördünüz, 4 xanaya böldüm. Merge cells nədir? Seçdiyiniz xanaları birləşdirir. 2 dənə xananı bir xana elədi. Split table nədir? Cədvəli bölür. Yəni, split. 2 dənə cədvəlimiz oldu. Başqa hansı imkanlarımız var? Burada table layoutda var autofit. Autofit contents verəndə cədvəlin sütunların eni içindəki məlumatlara uyğunlaşır. Autofit to window verəndə cədvəlin sütunların enini yazı sahəsinin eninə uyğunlaşır. Fixed column wise verəndə
Cari anki sütun enləri sabitlənir və ondan sonra yazı yazanda həmin sütun enlərinə dəymir. Yəni siz burada bir iş görürsünüz. Başlayın mətni bölməyə. Görürsünüzmü? Mətn bölünür. Niyə? Çünki sabitlədik sütun enlərini. Onu təzədən sabitləmədən çıxartmaqdan ötürü nə etmək lazımdır? Fixed column wise ikinci dəfə basırsan. İndi artıq yazı yazanda bu aşağıya düşün. Çıxartmadım. Bir daha baxın. Bunu neyəcəm uje? Content. Hə. Uje sabitləmədən çıxdığına görə neynədi? Başladı böyütməyə. Çünki sabit. Burada o vaxt uje böləcəkdir ki, da mümkün deyil də, mümkün deyil getməyə. Onda uje bölür. Onsuz da bölməlidir. Amma sabitləmə qoyanda gördüyünüz kimi mümkündür böyütmək, amma böyütmür. Bu belə. Bu hissə lazım deyildi mənə. Əla. Burada nədir? Bayaq necə ki Properties pəncərəsindən row high, column wise seçirdik. Bax burada da var. High wise. Sütunların, sətirlərin hündürlüyünü və sütunların enini buradan tənzimləyə bilərsiniz. Cədvəl seçdik. Sütunların enini nə edirəm? Buradan müəyyən bir ədədə uyğunlaşdıra bilərəm. Bəs niyə burada 2,4 bu sütunun enini seçim 0,99-u böyüdürəm. Bu sütunun enini istəyirəm, buranı böyüdürəm. Sətrin hündürlüyü. Bu sətrin hündürlüyünü eləyirəm belə. Və burada nə var? Distribute rows. Sütunların, sətirlərin hündürlüklərini bərabərləşdirsən. Sonra burada var distribute columns, sütunların enini bərabərləşdirsən. Bu da belə. Burada yazıram 1, 2, 3, 123. Alignment nədir? Mətnin xanada yeri. Sol yuxarıdadır. Sağ aşağıya saldım. Tam mərkəzə getdim. Sağ yuxarı, sol aşağı. Sol orta, sağ orta. Yuxarı mərkəz, aşağı mərkəz. Adana mərkəz, patlıyor hər kəs. Belə bir şey elədik. Gördünüz arkadaşlar. Sonra nə var burada? Text direction, mətnin istiqaməti. Yuxarıdan aşağı, aşağıdan yuxarı, soldan sağa istiqamətdir. Cell margin nədir? Bu hardan sizə tanış gəldi? Table options. Cell margin. Burada properties pəncərəsində də var idi o. Options. Bax, bununla yəni propertiesdə table deməli tabındakı optionsla buradakı gördüyünüz options, yəni bax burada alignment qrupunda cell margin basanda açılan table options eyni şeydir. Bəs fərqli olan hansı idi? Təbii ki, propertiesdə cells qrupundakı, cells tabındakı options fərqli idi. Çünki buradakı options istifadə edən cari xana ilə işləyirsən, amma tabledakı optionsdan istifadə edən cədvəlin bütün xanalarına tətbiq edirsən dəyişikliklərini. Yəni yenidən elektrik davam edirik. Sonuncu qrupumuz isə nədir? Data qrupudur. Data qrupunda 4 əmr var. Sort əmri. Sort əmri nədən ötürü istifadə olunur? Təbii ki, sort əmri sıralamaq üçündür. Məsələn, gəlin bunları adlara görə əlifba sırasından düzək. Sort bastım. Nömrə yox. Burada nə edirəm? My header row verim. Header row var. Burada ad sütununda text ascending əlifba sırasından düz. OK. Gördünüz, Aysu birinci yerdə, Vüsalə ikinci, Yusuf üçüncü yerə düşdü. Yusuf zaten üçüncü yerdəydi. Niyə belə düzdür? Çünki əlifba sırasına demişəm, ada görə düz. Amma soyada görə düzəls olsaq, sort. Ad yox, buradan seçirəm nə? Soyad. Yenə də my header row verim. Soyad. Soyada görə text ascending verəndə artıq Yusif birinci yerdə, Aysu ikinci, Vüsalə üçüncü yerdə olmuş olur. Soyad ardıcılığından bu cür gəlir. Repeat header rows nədir? Bayaq elədiyimiz şeydir arkadaşlar.
Table-da, properties-də eləmişdik, hə, row-da, repeat as header row at the top of the each page. Hər səhifənin başlanğıcında təkrarla. Bunu basanda da həmin şeyi basmış olsun. Bunu bastım, görürsünüzmü? İndi aktiv, bura baxın. Bu aktivdir, düzdür? Bax, bura baxın. Seçdim, görürsünüz, bura aktivdir. Properties-ə gəlsiniz, görürsünüz, bura aktivdir. Bunun quşunu götürdüm, buradan passivləşdirdim. O saat gözəsi burada da passivləşdi. Çünki niyə? Buradakınla buradakı eyni şeydir. Convert to text nədir? Mətni cədvəli mətnə çevirir. Aralarına nə qoyun? Plus qoymaqla bunları neynəsin? Mətn kimi versin. Gördünüz? Aralarına plus qoyub bunu mətnə çevirdi. Ha, bəs təzədən bu mətni cədvələ çevirmək mümkündür? Bəli. Onu harda indi? Insert tabından. Bizim başlanğıcdan keçdiyimiz tab nə idi? Insert. Burada table-a gəlsiniz. Convert text to table. Hazırda görürsünüz plus seçilidir. OK bastım. Təzədən qaytardı. Bunu elədik. Gözəl göyçək bir cədvəl. Və ən axırıncı qrupumuz da nədir? Formula. Formula, daha doğrusu ən axırıncı əmrimiz. Qrupumuz data qrupudur və formula əmri. Formula nədən ötürüdür? Toplamaq üçün. Məsələn, gəlin sizin təvəllüdlərinizi toplayaq. Toplama da apara bilərsiniz, ədədi ortada çıxara bilərsiniz, vurma da apara bilərsiniz. Formula seçsim, sum above, yuxarıdakılar topla. Invalid character. Burada təvəllüd sözünü də götürdü toplama. Sənin boyuna yerə soxmay, word. Belə şey deyirlər. Gəl bu sol tərəfdəkiləri topla verin. Burada 5 verin, burada 4 verin, burada da 7. Bunları toplasın. Formula sum above yox, sum left verin. Niyə? Left soldakıları toplasın. Above eləyəndə götürüb təvəllüd sözünü toplayıb problem çıxartmışdı. Yenə də problem verir. Invalid character settings. Arkadaşım, normalda bu belə problem verən deyil. Qoy bir dənə də deyim. Başqa cədvələ keçim. Doğru yanaşma deyil. Bir dənə cədvəl tez düzəldim. Normalda burada heç vaxt belə problem vermirdi. Burada neçə yazım? 4, 5, 6. Sum left verim bu gün burada işləməlidir. 100% işləməlidir. Nətər bu işləməyə bilər? Deməli, burada cədvəldə table layout, formula. Azərbaycan şriftləri də ola bilsin, bəlkə buna görədir. Sum left. Belə gic-gic işlər görə bilər. Sum da funksiyamız. Sum left. Özündən soldakı. Update field. Formulanı başa düşdüm. Çox maraqlı ki, deyək ki, yanlış, belə deyim, simvol parametrləri. Onu anlamadım, niyə belə verdi. Bəlkə standartları dəyişməliyəm falan, amma bu düzgün yanaşma deyil axı. Arkadaşım, mən də bunun belə olmasını heç anlamadım. Niyə belə verdi? Yaxşı, 4 ilə 5. Burada bir dənə də. Son olaraq buna yox. Yox, yenə də problem verir. Normal bir hal deyil. Bunu save verin. Bəlkə save eləyəndən sonra düzəldi, amma nəsə normal hal deyil. Bu belə verməli deyil. Nömrə docx. Sənədi bağlayıb təzədən açacağım. Azərbaycan sayağı təmir. Close verdim. Düzdür, düzdür. Nömrəni açıram. Həminki problem davam edir. Update verim, yenə də problem davam edir. Göstərə bilmədim, amma arkadaşlar özünüz yoxlayın, görəcəksiniz ki, kompüterdə falan problem yoxdursa da Word-də bu belə problem verməli deyil. Yəni bu yüzlərlə dəfə təkrarladığım bir şeydir. Birinci dəfədir ki, mən burada bu cür vəziyyətlə üzləşirəm. Mən həll elə bildim ki, götürüb Azərbaycan şriftini falan da toplayıb, ona görə bu problemi verir.
Halbuki heç onun dəxli yox imiş, onu eləməmişdi. Sıfırdan, yəni tutaq ki, məsələn, orada mən nəsə tənzimləmə aparmışam da, sıfırdan bir cədvəl götürürəm, burada heç bir tənzimləmə əvvəlcədən aparmamışam. Bunu yoxlayım. Bu da alınmasa, deməli, proqramın özündə də problem. Yenə burada problem verdi. Proqramın daxili problem olduğunu düşünürəm, ona görə də nədir, buna artıq girişmək istəmirəm. Sadəcə bilin ki, formulası sum nədir? Toplamadır, product vurmadır, average ədədi ortadan çıxartmaqdır, Excel-də öyrəndiyimiz funksiyalardır. Sadəcə burada nədir? Excel qədər dinamik deyil. Hər dəfə update eləməlisiniz ki, refresh eləməlisiniz ki, daha doğrusu elə update eləməlisiniz ki, o formulu təzədən hesablasın. Siz ədədlər dəyişəndə formula avtomatik dəyişmir Excel-dən fərqli olaraq. Qayıdaq burada digərlərini qurdalayaq. Don't save, bu lazım deyil. Alınmayıb, alınmasın. Canımız sağ olsun. Bunu silim. Hə. Insert-da digər bir qrup Illustrations qrupudur. Burada Pictures-dan şəkil əlavə edə bilərsiniz. Yəni, deməli, kompüterdəki şəkillər əlavə edə bilərsiniz. Stock image var. Bu, Microsoft-un kolleksiyasından olan şəkillərdir. Hazır şəkillər. Qəşəng maraqlı şəkillər var. Azərbaycan xalqının ən sevdiyi şəkil. Domino şəkli. Sonra burada nə var? Insert-də. Nə bilim ki, demək online pictures var. İnternetdən şəkillər gətirəcək. Bing üzərindən gedir. Axtarış verirsiniz oradan. Bingin kolleksiyasına şəkillər tapıb gətirəcək. Shapes fiqurlardır. Məsələn, günəş qoyduq bura. Əla. Sonra insert-da var icons, ikonkalardır. Bunları internetdən götürür. Məsələn, burada alma ikonkası. Qəşəngdir. Sonra 3D models, üç ölçü modellər. Stokdan gedəcəm, çünki kompüterimdə yoxdur. Dinozavr. Üç ölçü model daxil olun. Animasiyalılar da ola bilər, animasiyasız da ola bilər. Bu animasiyalıdır. Aysu, bax, dinozavr gəlir. Ağzını aç bir dənə. Ağzını aç, dişinə baxaq da. Aysu. Görsən nə ağıllı dinozavrdır. Üç ölçülü olduğunda hardan görürsün? Bax, belə yuxarıdan, aşağıdan belə dinozavra hər tərəfli baxmaq mümkün olur. O tərəfə get, o tərəfə get. Aysu qorxur. Hə, gəl, yaxşı gəl. Gördünüz? Sonra Smart Art. Hazır belə diaqramlar. Mən burada Məsələn, meteor axtarırdım. bəli, Meteor axtarırdım. meteor axtardın. Hə. Niyə? Sən Dinozavru yox eləmək üçün. asteroid axtardın. Ha, meteor nəyinsən? Hə, neysə yadımdan. Bax, buranı gördünüz. Bax, bu şəkildə diaqramları da hardan yaradırıq? Word-də insert tabından istifadə etməklə yaradırsınız. Burada belə şəkillərlə yaratmaq olur, ha, arkadaşlar. Məsələn, insert-dən gəlsən bura. Bunun, məsələn, picture. Şəkillə əlaqəli olanları var. Bura baxın. Sən bunlarda şəkil yerləşdirsən. From a file. Görün, faylda şəkillər varmı? Görün, hara downloadsa baxın, burada şəkil olmalıdır. Məsələn, burada bir oğlan şəkil gətirdim, qoydum. Sonra burada from a file ömrən qız şəkil gətirdim, qoydum. Sonra bura baxın, yenə file. Şaxta baba şəkil gətirdim. Gördünüz arkadaşlar. Bu şəkildə altına yazım oğlan. Bax, buraya yazım qız. Verdim Sandra. Və gördüyünüz kimi bu şəkildə də diaqramlar qurmaq mümkündür. Təşkilat diaqramlar. Chart nədir?
Cədvəldəki verilənlər əsasında onları qrafiki əks etdirən diaqramlar qurmaq üçün istifadə olunur. Klasteri var, stekli var, ondan sonra faizlə stekli olanı var, sütunvari var, üç ölçülü sütunlu diaqramlar var, üç ölçülü stacked olan sütunlu diaqramlar var. Nə bilim, line nədir? Xətti diaqramlar var, pay, dairəvi diaqramlar var, barqramlar var. Nədir? Bir üfüqi sütunlu diaqramlar deyək. Sahə diaqramları var, scatter, nöqtə-nöqtə olanlar var, map. Bu artıq xəritələrdir. Ciddi şəkildə konkret olaraq xəritə ilə əlaqələndirə bilərsiniz. İnternet üzərindən stok, ambar, ondan sonra surface, sahə, üz deyək də, səth diaqramları, radar. Buna olanlar daha çox görmüş ola bilər. Məsələn, bu futbol oyunda oyuncular falan dəyişdirəndə edəndə belə şeylər verirdi. Parametrlərini verirdi. Yaxud da ki, neynəyəndə, məsələn, telefon, kompüter falan alanda bəzi mağazalarda bu radar diaqramlarının istifadə olunur. Onların parametrlərinə baxsan ki, hansı daha yaxşıdır, hansı daha üstündür. Onları bax belə nələrlə radar diaqramlarından müqayisə edirsən. Yəni bu burada gördüyünüz kimi sizin yazınızda hansı diaqramdan tələb olunsa da onu qurmaq imkanınız var. Screenshot nədir? Ekran təsvirini götürmək üçün də. Screenshot elə telefonda elədiyiniz kimi ekran təsviridir. Amma yəni istədiyiniz hissəni kəsib götürə bilərsiniz. Yəni snipping tool olmadan da bu işi görmək mümkündür. Online videosu nədən ötürüdür? Online mənbələrdən videolar tapıb sənədinizə əlavə edə bilərsiniz. Məsələn, görürsünüz YouTube-u verir buradan, nə bilim, SlideShare var. Bu müxtəlif belə deyim də mənbələrdən istifadə edə bilərsiniz. Onlayn video üçün qəşəng eləmə. Bu bilmirəm nədir. Bizim Mortal Kombat'ın arkadaşlar Mortal Kombat'ın linki var imiş burada. Bu nasıl olmuş burada qalmış arkadaşlar? Classic Arcade Mortal Kombat diyor. Insert verirsiniz, tarzı getdi. Online videonu əlavə elədik Word sənədimizə və sənəddə nə edə bilirik? Videoya baxa bilirik. Görürsünüz. Kim oynayıb bunu? 100% Yusuf oynamış olacaq. Tamam. Oynayıb sən də. Görsən mi? Nə qədər lazımsız iş var, hamısını görüb bu uşaq. Links qrupunda link var. Hiperistinad əlavə eləmək üçün istifadə olunur. Məsələn, başqa sənədi açmaq üçün, hər hansı web saytı açmaqdan ötürü buradan istifadə edə bilərsiniz. Məsələn, burada existing file or web page. Bu belə. Web səhifə yaxud da ki, fayla keçmək üçündür. Məsələn, place in this document. Sənədin içində hər hansı bir yerə keçmək üçün email adres, email ünvanı qoyursunuz ona keçmək üçündür. Bookmark əlfəcindir. Sənədə əlfəcini yerləşdirirsiniz ki, sonradan həmin hissəyə gəlib oxumaq rahat olsun. Məsələn, 100 səhifəlik sənəddir, yazırsan ki, filan tarixdə qaldığım yer. Buranı açırsınız bookmarkı. Bookmarkı seçəndən sonra go to basırsınız, həmin səhifəyə birbaşa keçirsiniz. Necə kitabda qatlayıb yaxud arasına lent falan qoyursunuz, onun kimi əlfəcinlərdən istifadə etmək olur. Cross-reference sənəd daxili keçidlərdir. Yəni biri var ki, linkdən istifadə edirsən, BDM-də cari sənədinizdən hər hansı web səhifə falan keçirsən. Bir də var cross-reference sənədin məsələn 5-ci səhifəsindən keç. Nə sənəddə vertolyot şəkli var, ona keç, ondan ötürü istifadə olunur. Comment nədən ötürüdür? Sənədə qeydlər qoymaqdan ötürü istifadə olunur. Məsələn, eləmişdi sözün mənası nədir? Həsr sözün mənası nədir? Belə bir şey. Kommenti yığışdıra da bilərsiniz. Kommenti hardan yığışdırırsan? Təbii ki, review'dan yığışdırırsan, delete basırsan. Əgər komment qoyursansa, delete-lə nə edə bilərsən? Silə bilərsən. Delete bastın, bax, komment yığışdı. Burada yığışdırsan, all markup yox, no markup getdi bu. Təzədən qayıdaq. Insert-ə header yuxarı qalan tituldur. Səhifələrin yuxarısında təkrarlanan informasiya blokudur. Footer aşağı qalan tituldur, səhifələrin aşağısında təkrarlanan informasiya blokudur. Ondan sonra burada var
Insert-da page number, səhifə nömrəsi əlavə edə bilərsən. Məsələn, burada top of page səhifənin yuxarısından bottom of page aşağısına, page margin sağ sol boşluqları əlavə edə bilirsən. Current position, kursor harda dursa da ora əlavə edə bilərsən. Bir də format page number var. Səhifə nömrəsinin formatı. Adi ədəddən də qoya bilərsən, defist ədəd qoya bilərsən, hərflərlə, əlifbanın hərflərindən istifadə edə bilərsən. Sonra Roma rəqəmlərindən istifadə edə bilərsən. Həmçinin burada continue from previous section, əvvəlki bölmədən davam edə bilərsən səhifənin nömrələnməsi. Bir də start at verə bilərsən. Məsələn, 3-dən başlasın səhifənin nömrələnməsi, 5-dən başlasın səhifənin nömrələnməsi. 3 deyib 2 yazmışdım, çox da fikir verməsiz ona. Və remove page number, əgər səhifədə səhifə nömrəsi varsa, onu ləğv edir. Text box, mətn qutusu qoya bilərsən sənədinizdə. Mətn qutusunun yaxşı tərəfi o ki, onu şəklin falan üstünə qoymaq olur da, mətn qutusunu. İndi deyəcəz, burada qoymaq olmur axı. Burada məsələ orasındadır ki, burada position məsələsi yox, row textdə də problem square verilibdir. Mən square verməyəcəm da, in front of text verəcəm. Ondan sonra bunu istədiyim yerə qoya bilərəm. Adi mətni bunu belə qoya bilmərəm. Amma bunu sərbəst şəkildə, özə fırladıb falan istədiyim şəkildə qoya bilərəm. Ona görə də text boxlar lazımlı obyektlərdirlər. Sonra insert-da digər bir şey quick parts-dır. Sənədin belə deyim, sürətli emalı üçün istifadə olunanlardandır. Avtotekstlər var, hazır mətnlər. Bunu nə vaxtsa da eləmişik, görürsünüz? ISO təxminə vüsalə gördünüz, sizin adlarınızı yazmışammış və basan kimi tez onlar yazıldı. Yəni hazır fraqmentdir. Word art maraqlı yazı üslublarıdır. Bunları edə bilirik. Sonra drop cap nədir? Məsələn, buranın seçdiyi abzasın birinci hərfini böyük edir. Nağıl kitablarında olduğu kimi. Sonra signature line nədir? İmza sətri əlavə edir. İmza sətri elektron imzadır. Qoyursunuz, sənədinizin müəlliflik hüququ artıq sizə məxsus olur, kimsə ona uğraya bilmir. Date and time, zaman və tarix qoya bilərsiniz. Burada məsələn tarixi qoyanda, update automatically qoyanda, tutaq ki, sabah açsam sabahki tarixi göstərəcək, bir gün açsam bir günkü tarixi göstərəcək və s. Object nədir? Obyekt qoya bilərsiniz. Məsələn, Word-a aid olmayan bir şeyi gətirib Word-a qoymaq üçün. OLE texnologiyasından bu baş tutur. Məsələn, buradan istəsəz PowerPoint-un slaydını gətirib bura qoya bilərsiniz. OK. PowerPoint-dan bir dənə slayd gətirib qoyuram. Diqqət edirsinizmi? PowerPoint proqramı burada açıldı. Özünüz burada slayd yığa bilərsiniz. Word-ün içində. Halbuki Word bilsiz prezentasiya proqramı deyil. Amma nədir? OLE texnologiyası PowerPoint-la əlaqə yaratmağa imkan verir. Text from file isə başqa Word sənədini gətirib bunun içinə qoymaq üçündür. Məsələn, C qrupunun əsəri görürsən, nə əsər yazıbmışsınız, uşaqlar. İngiliscə günə bax. Bu keçənki C qrupunun uşaqlarının. Normal sənədidir, görürsünüz. O sənədi gətirdim, bu sənədin içinə qoydum. O deyir, sənəd içində. Yox, o zaman içində idi. Nəsə. Equation nədən ötürüdür? Equation ya hazır formullar qoymaq üçündür, ya da özünüzdən formul yaza bilərsiniz. Yəni, formulu sıfırdan başlayıb yıxa bilərsiniz. Məsələn, burada insert equation nə yazıram? E bərabərdir M C kvadratı. O necə edəcəm? Buradan skriptdən istifadə edirəm. Superscript C kvadratı. Einstein'in kütlə enerji düsturu. Gördünüz nə qəşəng elədim. Bir də simvol var. Klaviaturada olmayan simvolları əlavə etməkdən. Məsələn, istəyərəm ki, nəticələriniz belə olsun. Gördünüz? Klaviaturada bu yoxdur. Simvollar kolleksiyasını gətirə bilərsiniz, istədiyiniz simvolu. Məsələn, dərsi oxumayandan axırı nə olacaqdır? Bax, belə olacaq. Bunları gördünüz. Bax, bugünkü dərsimiz bunlardan ibarətdir. Bunları qəşəngcə öyrənəcəksiniz və mutlu olacaqsınız. Aydındırmı? Uşaqlara aydın deyir deyəsən. Aydın. Hə, çox gözəl, çox gözəl. Heç nə, bunu yerləşdirəcəm, YouTube-a baxarsınız.